Azərbaycan dilində olduğu kimi ingilis dilində də ismin halları mövcuddur və bunlar iki hissəyə ayrılır. Common case və possessive case. Common case adından da göründüyü kimi common, yəni ümumi hal deməkdir. Possessive isə yəlik halı deməkdir. Yəlik halının qaydası bir növ Azərbaycan dilində olan yəlik hal qaydası ilə üst-üstə düşür. Demək, yəlik haldırsa və isimdən danışırıqsa, bu yəlik hal şəkilçisi qoşulacaq ismə və isimlər də bilirik ki, həm canlı, həm də cansız ola bilər. Düzdür? Bəli. Canlı isimlərə iki formada qoşula bilər. Yəni canlı isimləri biz həm tək formada istifadə edə bilərik, həm də cəm formada istifadə edə bilərik. Ona görə də təkin ayrı, cəmin isə ayrı şəkilçisi mövcuddur. Təkdə apostrof s, cəmdə isə sadəcə apostrofdan istifadə olunur. Apostrof nədir? Apostrof hərflərin yuxarı hissəsində qoyulan bir növ vergül formasında olan işarədir. Cansız formada necə olacaq? Cansız formanın təki də cəmi də elə of-la düzəlir. İndi misallar üzərində göstərəcəm. Məsələn, burada vermişəm ki, bunları, boşluqları qoyaq bir. Burada vermişəm the girl name. Qız deməkdir girl və name də ad deməkdir. Qızın adı demək istəsək necə deyərik? Birinci baxırıq, girl nədir? İsimdir, düzdür? Bəli, isimdir. Ona görə biz possessive case istifadə edə bilərik. Yəni, yəlik hal istifadə edə bilərik. İkinci olaraq baxırıq, bu isim canlıdır, cansızdır? Əlbəttə ki, canlıdır. Canlı olduğuna görə biz istifadə edə bilərik apostrof s və yaxud da ki, sadəcə apostrof. Bunu da hardan biləcəyik? Təkdir, yoxsa cəmdir? Girl təkdir. Tək olduğuna görə də biz istifadə edəcəyik apostrof və s. The girl's name. İkinciyə baxırıq. Yenə olduğu qaydada bilirik ki, isimdir, canlıdır və burada bir fərq odur ki, burada s var. S də cəm şəkilçisi bildirir. Cəmdə olduğunu bildirir daha doğrusu. Və bu zamanda biz istifadə eləyirik cəmə qoşulan belə deyək, şəkilçi. Tam şəkilçi deyil, amma bu işarə formasında da biz bunu bildirəcəyik belə. Yəni s-dən sonra apostrof qoyacaq. The girl's bag. Yəni qızların çantaları. Burada vermişəm the land fire. Land deməkdir torpaq, fire da deməkdir od. İndi belə deyək. Land'i biz diyar kimi də götürə bilərik. Onda bəzən biz eşidirik ki, məsələn, Azərbaycana Bakıya bir növ ad da verirlər ki, odlar diyarı, düzdür? Yəni, bunun qısaldılmış şəkildə deyirik ki, odlar diyarı. Amma fikir versək, Azərbaycan dilində də olduğu kimi, diyar sözün köküdür. I isə onun mənsubiyyət şəkilçisidir və mənsubiyyət şəkilçisi varsa, burada görünməyən bir yəlik hal şəkilçisi var, yəni odların diyarı. Demək, ingilis dilində də fikir versək, biz burada istifadə eləyəcəyik yəlik haldan odların diyarı. Əsas bizdə yəlik hal demək, yəlik ismi burada fire olacaq və şəkilçisi də of olacaq. Nəyə görə? Çünki land, belə deyək, fire cansız xarakter daşıyır ona görə. Və burada z də istifadə olunmadı. Ona görə istifadə olunmur ki, fire'da z. Z hər hansı bir, belə deyək də, nəyəsə xitab etmə formasındadır. Əgər biz z-ni istifadə eləsək, həmin mənasında istifadə olunur, yəni mənasını vermiş olur və biz həmin od deyə bilmərik. Çünki biz ümumi xarakter, ümumi formada təsvir eləyirik ki, odlar diyarı. Hər hansı bir odu, belə deyək, həmin od deyə xitab eləyərək demirik. Ona görə z burada istifadə olunmur. Bu da bir qrammatik səhvlik. İzah elədim burada. Daha sonra the city. Burada da city şəhər deməkdir. Wind isə külək deməkdir. Bilirik ki, Bakıya həm də biz nə deyirik? Küləklər şəhəri. Küləklər şəhəri deyirik. Burada da gördüyümüz kimi mənsubiyyət var. Yəni ki, gizlənən
yəli hal şəkilçimiz var burada. Ona görə də burada yenə eyni qaydada of işlənəcək. Çünki wind'in özü də cansız xarakter daşıyan bir isimdir. Daha sonra bizim bir də kökündən dəyişən isimlərimiz var ki, bunlar bəs yaxşı. Təkini başa düşə bilərik. Tutalım ki, the child toy. Məsələn, child uşaq deməkdir, toy isə oyuncaq deməkdir. Uşağın oyuncağı desək, child bilirik ki, belə deyək, canlıdır və child təkdədir. Tək olduğuna görə də biz artıracağıq apostrof s. Child's toy. Bəs yaxşı, desək ki, the children toy. Bura bir boşluq qoyuram və burada nə istifadə eləyə bilərik? Bu, bildiyimiz kimi kökündən dəyişən bir isimdir. Kökündən dəyişən isimlərə man, child, woman və s. ox. Burada isə görürük ki, child təkdir, children isə cəmdir. Yəni, canlı həmçinin də cəm xarakteri daşıyır. Amma ki, burada kökündən dəyişən bir isimdir. Ona görə də yəli halı elə təkdə necə istifadə eləyiriksə, təkdə necə düzəldiriksə bunun halını, cəmdə də elə düzəldəcək. Yəni, burada təkcə apostrof yox, həmçinin apostrof s qoyulur. Cəmi olsa belə. Və yaxud da ki, deyək ki, the woman writes. İndi bura nə qoya bilərik? Yenə dediyim kimi, burada əslində woman, bu tək haldadır, belə deyək, tək isimdir. Tək halda yox, tək isimdir. Woman isə cəmdə olduğuna görə, həm də kökündən dəyişən bir isim olduğuna görə buna da eyni ilə apostrof s artırılır.